İmam Kazım əleyhissalamın həyatı ilə bağlı nəql olunan rəvayətlərdən birində deyilir ki, Harun Abbasi İmam Kazimə belə dedi: "Bizim sizdən üstünlüyünüz nədir? Siz də Allah Rəsulunun əmioğullarısınız, biz də onun əmioğullarıyıq." Yəni belə əsaslandırırdı. Ələvilər Musa ibn Cəfər vasitəsilə Əmir-əl-Möminin Əliyə çatırlar. Əmir-əl-Möminin Əli Əbu Talibin oğludur. Əbu Talib isə Peyğəmbərin əmisi idi. Deməli, Əmir-əl-Möminin Peyğəmbərin əmioğludur. Harun isə Abbasidir. Abbasi nə deməkdir? Yəni, nəsəbi Abbas ibn Əbdülmüttəlibə çatır. Abbas Əbu Talibin qardaşı idi. Əbu Talib və Abbas hər ikisi Əbdülmüttəlibin oğulları idi. Abbas həm də Abdullah ibn Abbasın atasıdır. Abbasilər özlərini Abbasa nisbət verirlər. Harun etiraz edirdi ki, Əmir-əl-Mömininin nəslindən olan imamların nə üstünlüyü var? Deyirdi, niyə sizə xüsusi bir üstünlük verilsin? Siz Peyğəmbərin əmioğullarısınız, biz də Peyğəmbərin əmioğullarıyıq. İmam Kazım rəvayətin məzmununa görə ona belə cavab verdi: Allah Taala Abbas əminin vilayətini, yəni hakimiyyət və rəhbərlik haqqını inkar etmişdir. Harun dedi, necə yəni vilayəti yoxdur? Axı Quranda buyurulur, mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridir. Necə ola bilər ki, onun vilayəti olmasın? İmam ona bu ayəni oxudu. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onların vilayətindən sizin üçün heç bir şey yoxdur. Sonra buyurdu, bizim əmimiz Abbas iman gətirmişdi, lakin hicrət etməmişdi. Buna görə Allah Taala onun vilayətini inkar etmişdir. Bu cavabı eşidəndə Harunun üzü qızardı, çox qəzəbləndi və dedi, bu söz səndən başqasına çıxmıbmı? Yəni bunu kiməsə demisən? İmam buyurdu, xeyr. Adətən məsələ bu həddə çatanda onlar təhdid və qorxuya başlayırdılar. Harun dedi, əgər bu sözün səndən başqasına çatdığını eşitsəm, gözlərini çıxardaram. Sonra Natiq deyir, burada şahid olan məqam budur ki, İslamın əvvəllərində möminlər arasında xüsusi bir vilayət, yəni qarşılıqlı himayə və bağlılıq var idi. Mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridir ayəsinə əsasən, hətta bir dövrdə İslam qardaşlığı əsasında miras da var idi. Məsələn, bir müsəlman mühacir digər müsəlmana qardaş elan edilirdi və aralarında miras hökmü tətbiq olunurdu. Sonradan bu hökm dəyişdi və miras yalnız qohumluq əsasında qərarlaşdırıldı.